Fəsil 18. Londonda Finch ehtiyat planlarının həm Praqada, həm də Nyu-Yorkda işə düşdüyünə dair təsdiq xəbərini yenicə almışdı. Xəbərin bütün sahə rabitələri üçün məcburi sayılan Signal adlı hərbi səviyyəli kommunikasiya platforması vasitəsilə gəlmişdi. Bu sistem bütün mətn və səsli mesajlar üçün başdan-başa şifrələmə təmin edirdi. Amerikalı Finch təşkilat daxilində Q adı ilə tanınan qlobal bir təşkilatın Avropa qərargahında gizli vəzifə daşıyırdı. Şirkətin adı James Bond romanlarında Əlahəzrət Kraliçaya xidmət üçün ölümcül yeniliklər yaradan texnoloq ixtiraçı Q obrazından götürülmüşdü. Uydurma prototipi real dünyadakı Q da ali bir qüvvənin xidmətində qabaqcıl texnologiyalar inkişaf etdirirdi. Lakin bu qüvvə istənilən kraliçadan qat-qat nüfuzlu idi. 1999-cu ildə Q-nu səssizə təsis etmiş qurum dünyada misli görünməmiş təsir gücünə malik idi və onun varlığı nadir hallarda hiss olunur, hətta şübhə doğururdu. Bununla belə, fəaliyyəti tez-tez qlobal hadisələrin axarını dəyişirdi. 73 yaşlı Everett Finch şahmat üzrə 2374 reytinqli FIDE ustası dərəcəsi almışdı. Hər gün ergometr trinajöründə 9000 metr avar çəkir, səhər yeməyində isə beynin fəaliyyətini gücləndirən nootrop preparat 300 mg Novigil qəbul edirdi. Bu dərman onun zehnini sürətləndirirdi. Son 10 ilini Q-nun nəhəng ana təşkilatında nüfuzlu bir vəzifədə çalışmış Finch 3 il əvvəl son dərəcə məxfi bir tapşırıqla Londondakı ana ofisə göndərilmişdi. Eyni zamanda ona deyilmişdi ki, gizli layihələrdən birinə rəhbərlik edəcək. Sərhəd. Bu layihə hüquqi və mənəvi çərçivələri münasibətdə müəyyən elastiklik tələb edir və Finch bura uğura əsaslanmış əxlaqi meyarlar üzrə təcrübəsinə görə seçilmişdi. Yəni nəticəni vicdan təmizliyindən daha üstün tuturdu. Təyinat məktubunda oxuduqları Finchi qətiyyən təcrübələndirməmişdi. Sərhəd layihəsi həyati əhəmiyyətə malikdir. Onun uğurunu təmin etmək üçün zəruri saydığınız istənilən fövqəladə tədbiri görmək səlahiyyətiniz var. Mesaj alındı, deyə Finch düşündü. Heç bir qayda yoxdur. Bu vaxt Golemin U-Prince otelinə daxil olub, zirzəmidəki qara mələk barına enməsindən artıq 30 dəqiqə keçmişdi. Bar bağlı idi. Xadimələr döşəməni süpürür, dəri divanları cılalayır, qədim yonulmamış daş divarlardan siqaret kötüklərini çıxarırdılar. Kimsə onu görməmiş, Golem barın yanından ötüb küncə döndü və içində bir masa ilə 2 köhnə kompüter olan ambara bənzər dar məkana keçdi. Solğun ekranlar qara mələk loqosu ilə işıldayırdı. Barın müştərilərə təqdim etdiyi 24 saatlıq internet xidməti bir zamanlar xarici mobil telefonların Praqada çətin işlədiyi dövrlərdən qalmış nostalji bir xatirə idi. Turistlər bura bəzən sadəcə e-post göndərmək üçün gələrdilər. Bu gün Golem planı həyata keçirmək üçün xüsusi texniki məlumatlara ehtiyacı olduğunu anlayanda dərhal qara mələyi xatırlamışdı. Bu kompüteri heç kim izləməzdi. İndi isə ekrandakı texniki məlumatlara baxaraq düşündü. Axtardığımı tapdım. Detalların çoxu onun anlayışından kənarda idi. Amma bunun əhəmiyyəti yox idi. Axı silahdan atəş açmaq üçün ballistika elmi üzrə diplom tələb olunmur. Tətiyi çəkmək kifayətdir. Gessner öz həyatını xilas etmək ümidi ilə çoxlu sirləri açıb tökmüşdü. Onların arasında yeraltı laboratoriyaların ən dərin qatında yerləşən, heyrətamiz dərəcədə güclü bir texnologiyanın mövcudluğu da vardı. Bu texnologiya 2 metr qalınlığında dəmir beton divarlarla əhatələnmiş, hava keçirməyən bir seyfdə möhürlənmişdi. Elə bir texnologiya ki, onların yaratdığı dünyanı bir anda alt-üst edə bilərdi. İndi isə ələ keçirdiyi yeni məlumatlarla bunu necə reallaşdıra biləcəyini öyrənmişdi. Golem tez tələsik brauzerin axtarış tarixçəsini sildi və kompüteri yenidən işə saldı. Yuxarı qalxıb küçəyə çıxanda içini elə bir qisas hissi bürümüşdü ki, onun yaratdığı sarsıntının dalğaları Praqadan minlərlə kilometr uzağa yayılacaq və bu işdə əli olan hər kəsə çatacaqdı.